إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله أما بعد. Əziz və dəyərli müsəlmanlar, əlbəttə insan müsəlman hidayət olduqdan sonra öz hidayətini, bu haqq olan yolu qorumağa çalışmalıdır. Əlbəttə ki, qorumağın da ki, ən böyük səbəblərindən insan şəri ilmi öyrənməlidir. İnsan dinini öyrənməlidir. Dinini öyrənməyə çalışmalıdır. Çünki insan dini öyrənməklə daha da dində sabit olur. Və İslam dinini öyrənmək hər bir müsəlmana vacibdir. İstər kişi olsun, istər qadın olsun, İslam dininin əsaslarını, əqidəsini, mənhəcini öyrənməsi, bilməsi vacibdir. Bəli, bəzi məsələlər var ki, hər müsəlmana o vacib deyil. Yəni, miras elmidir, talaq elmidir. Yəni, bunları bilmək hər kəsə vacib deyil. Bir şəhərdə, bir ölkədə, bir kənddə bir neçə nəfər bunu bilərsə kifayət eləyir. Amma ki, müəyyən elmlər var ki, tövhid elmi, iman, Allaha, axirətə iman və ibadətlərin, yəni bunlar barəsində öyrənmək hər bir müsəlman kişi və qadına vacibdir və elm öyrənmək əfsəl ibadətlərdən sayılır. Əfsəl ibadətlərdən sayılır. Və insan, müsəlman elm öyrənir və bu öyrəndiyi elmi özündən sonra olan kimsələrə, ailəsinə, qohumlarına, yaxınlarına öyrədir və onlar buna əməl etdikcə ona savab gəlir. Onlar buna əməl etdikcə savab gəlir. Və Peyğəmbər sallallahu aleyhi və səlləm Səhih Buxarıda keçən hədisdə buyurur ki, İzə əradəllahu bi'abdin xayran fətəhə ləhu əvvəbəl ilmi. Yəni, Allah Teala qulu üçün xeyr istədiyi zaman ona elm qapısını açar. Və Muaviyyə radiyallahu anhdan gələn hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, Allah qulu üçün xeyr istədikdə onu dində fəqih edər. Onu dində fəqih edər. Və alimlər buyururlar ki, dində fəqih, yəni insan şəriətin, dinin əhkamlarını bilməsi. Şəriətin, dinin əhkamlarını bilməsi. Dində fəqih olmaq budur. Halalı, haramı bilmək. Bu dində fəqih olmaqdır. Baxın, hədisdə Peyğəmbər sallallahu aleyhi ve sellem nə deyir? Yəni, Allah qulu üçün xeyr istəyərsə, onu dində fəqih edər. Deməli, əgər insan dində fəqih deyilsə, Allah Teala onun üçün o xeyri istəməyib. Və sələflərdən çox gözəl söz var, yəni elm tələb etmək barədə, elm tələb etməyə həvəsləndirmək barədə. Ər-Rabi' İmam Şafi rahiməllahın tələbələrindən idi. Deyir ki, İmam Şafinin belə dediyini eşitdim. Ər-Rabi' İmam Şafidən rəvayət edir. Deyir ki, İmam Şafi dedi ki, Talabul ilmi afdalu minəs-salatin nafilə. Deyir ki, elm tələb etmək bütün nafilə ibadətlərdən əfsəldir. Bütün nafilə namazlardan əfsəldir. Və Sufyan-ı Thawri rahimullah buyurur ki, Mə min əməlin əfdalu min talabil ilmi İzə sahhat fihin niyyə və qalə rəculun lil-Muafi İbn İmran əyyümə əhəbbu əl-leylu əqumu usalli ileykə kullə əv əktubul hədith fəqalə hədithun təktubuhu əhəbbu ileyyə min qiyamikə min əvvəlil leyli ilə əxirihi. Sufyan-ı Thawri rahimullah buyurur ki,
elm tələb etməkdən fəzilətli başqa əməl bilmirəm. Elm tələb etməkdən başqa fəzilətli əməl bilmirəm. Yəni fərzlərdən sonra. Əgər insanın orada niyyəti doğru olarsa, yəni niyyəti düzgün olarsa, elm tələb etməkdən əfzəl, üstün başqa bir əməl yoxdur. Və həmçinin bir kişi Muafi ibn İmran rahimullaha deyir ki, hansı dil sənin üçün daha sevimlidir? Gecənin hamısını bütöv namaz qılım, yoxsa hədis yazım? Və Muafi ibn İmran rahimullah buyurur ki, deyir ki, sənindir ki, hədis yazmağın mənə görə gecənin əvvəlindən sonuna qədər namaz qılmaqdan daha xeyirlidir, daha üstündür və mənə daha sevimlidir. Və həmçinin deyir ki, kitabətu hadisin vahidin əhəbbu iləyyə min qiyami leylə. Muafi ibn İmran rahimullah buyurur ki, deyir ki, gecə bir hədis yazmaq deyir, mənim üçün deyir ki, gecəni qiyamda keçirməkdən daha sevimlidir. Gecəni qiyamda keçirməkdən daha sevimlidir. Həmçinin İbn Abbas radiyallahu anhuma deyir ki, təzəkurul ilmi ba'du leylətin əhəbbu iləyyə min ihyəihə. Deyir ki, gecənin bəzisini elm müzakirə edərək keçirmək mənim üçün deyir ki, gecəni bütövlükdə ibadət etməkdən daha xoşdur. Və İbn Qayyim rahimehullah buyurur ki, innel ilmə min afdali enva'il ibadət fəhuvə mutadamminun lil gayəti el-vəsileti və qavlukum ennel ilmə gayətun imma en turidu bihil amelellezi yedhulu fihi amelul qalbi vel cevarihi ev'l amelil muhtassu bil cevarihi fakat. فإن أريد الأول فهو حق وهو يدل على أن العلم غاية مطلوبة لأنه من أعمال القلب كما تقدم وإن أريد به الثاني وهو عمل الجوارح فقط فليس بصحيح. İbn Qayyim rahimehullah buyurur ki, həqiqətən elm tələb etmək ibadətlərin ən üstünüdür, ən əfsəlidir. Deyir ki, bu sənin qayəyə çatmaq üçün vəsiləndir. Bu sənin qayəyə çatmaq üçün elm tələb etmək, qayəyə çatmaq üçün vəsiləndir. Deyir ki, deyilə bilər ki, əməl qayədir. Yəni, sən bununla əməl etmək istəyirsən. Yəni, öyrəndiyin elmlə nə üçün öyrənirsən? Öyrənirsən ki, əməl eləyəsən. Əməl qayədir. Və həmçinin bura nə daxildir? Yəni, qəlbi əməllər və zahiri əməllər. Yəni, elmi öyrənirsən ki, ona əməl eləyəsən. Əməl qayədir. Və elm nədir? Vəsilədir. Yəni, elm səni qayəyə çatdırır. Və əməl dedikdə nə qəsd olunur? Həm qəlbi əməllər, həmçinin də ki, zahiri əməllər. Yəni, bunların ikisi ola bilər qayə. Ki, yəni, və zahiri əməllərə xas olan əməllər də ola bilər. Zahiri əməllərə xas olan əməllər də ola bilər. İbn Qayyim rahimehullah buyurur ki, əgər bunun birincisi qəsd olunursa, bu daha doğrudur. Ki, elm qayədir. Elm qayədir və elm qəlbi əməllərdən sayılır həmçinin. Amma ikincisi qəsd olunarsa ki, yəni zahiri əməllərdir, bu deyir ki, doğru deyil. Yəni, burada nə demək istəyir İbn Qayyim rahimehullah? Yəni, insanın elm tələb etməkdə qayəsi ona əməl etmək olmalıdır. Və əməl dediyimiz zaman
həm qəlbi, həmçinin də ki, zahiri əməllər qəsd olunur. Yəni, sadəcə zahiri əməl yox. Sadəcə zahiri əməllərlə kifayətlənmək yox. Həmçinin daxili əməllər də bura daxildir. Həmçinin qəlb əməlləri də elmə daxildir. Yəni, əgər misal olaraq insan elm öyrənir və ixlaslı deyilsə, deməli, o elmin bəhrəsi yoxdur. İnsan elm öyrənir, hələ də qəlbində müsəlmanlara qarşı kin-küdurət, düşmənçilik varsa, deməli, o elmin bəhrəsi yoxdur. İnsan elm öyrənir və hələ də qəlbində həsəd və digər xəstəliklər varsa, deməli, insan hələ də o elmin bəhrəsini görməyib. Yəni, o qayəyə çata bilməyib. O qayəyə çata bilməyib. Qayə nədir? Sənin əməl etməyin. Elm nədir? Vəsilədir. Bu vəsilə səni o qayəyə çatdırır. Və qayə elmdir və elm dedikdə də qəsd olunan nədir? Həm daxili əməlləri, yəni həm qəlb əməlləri, həmçinin də ki, zahiri əməllər. Yox, yəni sadəcə zahiri əməllərlə kifayətlənmək bu artıq qayəyə çatmaq demək deyil. Və yaxud da ki, elmdən lazımı olan faydanı götürmək demək deyil. Əlbəttə ki, yəni buna görə də yəni elm insanın həm daxilən, həm zahirən islah etdiyinə görə də elm tələb etmək ən əfzəl ibadətlərdən sayılır. Və Allahdan istəyirəm ki, Allah Teala bizlərə haqqı haqq olaraq görməyə və ona tabe olmağa və batili batil olaraq görüb ondan çəkinməyə müvəffəq eləsin. Amin. Allah Teala bizlərə Quran, sünnə işığında sələfin öyrəndiyi yolla elm tələb etməyə müvəffəq eləsin və bizdən bunu qəbul etsin. Amin. Subhanəkə Allahumma və bihamdik. Əşhədu ən la ilahə illə ənt. Əstəğfirukə və ətubu ileyk.